biz kitabxanalar haqqında qanun qəbul olunanda orada açıq yazmışdıq ki, kitabxanalar özəlləşdirilmir. Amma sonra gördük ki, Layihə Nazirlər Kabinetindən çıxanda orada yazılmışdı ki, kitabxanalar özəlləşdirilə bilər. Yəni bu komediyanın pik həddidir. Deputatlar qanun qəbul eləyir. Daha sonra Nazirlər Kabineti deputatların qəbul etdiyi qanunu kənara atır, öz bildiklərini yazırlar. Jurnalist təəccüblə soruşur. Yəni deputatlar qəbul edəndən sonra Sabir Rüstəmxanlı deyir ki, bəli, elə qanun var ki, 120-150 düzəlişi var. Bəlkə də zəruridir, amma bu düzəlişlərin bir çoxu xalqın xeyrinə deyil, dövlət qurumlarının, müəssisələrin xeyrinədir. Cərimələr artırılsın, qaza işığa limit qoyulsun və s. Nazirliklərin hamısının Milli Məclisdə lobbi fəaliyyəti var. Yəni fikir verin, Sabir Rüstəmxanlı etiraf edir ki, Milli Məclisdə hamısının 125 deputatın 125'inin də nazirliklərin əlaltılarına çevriliblər. Nazirliklərin təsiri altındadırlar. Yəni bu sıradan bir şəxsin dediyi deyil. Bu Milli Məclisin yenə də deyirəm, mətbəxində olmuş, uzun bir müddət deputat olmuş və hazırda da həyat yoldaşının Milli Məclisdə təmsil olunduğu Sabir Rüstəmxanlının sözləridir.